Çünki o açıq günah deyil. Amma insanın ürəyin çox sakit şəkildə ələ keçirilir. Pul bizim cibimizdə olmalıdır, amma ürəyimizdə deyil. Çünki ürəyimizin sahibi Rəbb Allahdır. Bir ilahiyyatçı maraqlı bir fikir var. Deyir, pul istifadə olunmalıdır, sevilməməlidir. Sevilməli olan tək yeganə Allahdır. Biz müqəddəs kəlam baxsaq, Rəbbimiz İsa Məsih də bununla sınağa düşüb. İblis onu yüksək bir yerə qaldırır və deyir ki, bütün bu dünyanın gördüyün şan, şöhrəti, var dövləti, bütün o qızılı, hər şey mənimdir və onları mən sənə verəcəm. Niyət əvəzində mənə səcdə qıl. Biz eyni şey sınağa biz də düşürük. İblis bizə təklif edir nələrisə və əvəzində nəsə istəyir, çünki boş yerə heç bir şey vermir və deyir, mənə səcdə et. Sən pul qazanmaq üçün yaltaq olmalısın, sən pul qazanmaq üçün variantlar işlətməlisən və s. və s. Əgər daha artıqını istəyirsənsə. Əgər o var dövlət Rəbdən sənə gəlmirsə, onun ardında iblis dayanıb. Və o mütləq sənə nəsə istəyir.